Azərbaycan əhalisi, bu qədər sərvətə malik olan Azərbaycan əhalisinin orta əmək haqqı acından öldüyünü dediyimiz Ermənistandakı orta əmək haqqından aşağıdır. Bilirsiniz bunu? Heç bir təbii sərvəti olmayan Gürcüstanın orta əmək haqqından $100 aşağıdır. Bunu bilir Azərbaycan xalqı. Və bunu Azərbaycan hakimiyyəti bilmir. Və Azərbaycan xalqını indi bu saat bütün dünyada deyək ki, ölkələr arasında o pandemiyaya görə qurulan o çəpərlər arada götürülüb. Amma Azərbaycanla Rusiya arasında, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla İran arasında həmən çəpər götürülməyib. İnsanların belə deyək ki, sərbəst hərəkət eləyib, deyək ki, başqa ölkələrə gedib hətta pul qazanmasına belə imkan vermirlər. Bu nə üçündür? Gülah bəy, adamlar narazıdırsa, yəni sizin dediyiniz doğrudursa, o mənada ki, əgər iqtidarın səhvləri düzlərindən çoxdursa, niyə həmin o narazı adamlar sizin, yəni həm Müsavatın, həm müxtəlif ayrı-ayrı müxalifət partiyalarının yanında deyil? Çünki Azərbaycanda polis rejimidir. Mən təqribən 1-2 il bundan əvvəl mənə bir polis bölməsinə çağırmışdılar və bölmənin rəisi məndən soruşurdu ki, sən uşaqların harada işləyir? Və mən ona dedim ki, mən uşaqlarımın harada işləməsi haqqında sizə məlumat verməyə borclu deyiləm. Konstitusiyanın 60-cı maddəsindən istifadə edərək demirəm. Dedi ki, sən demirsən, güya biz bilmirik, sənin nəvələrin harada oxuyur, hansı məktəbdə oxuyur, hansı sinifdə oxuyur. Bunu polisin bölmə rəisi mənə deyib. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanda polis rejimi yaradılıb. Ona görə də əgər kim Müsavat Partiyasının üzvü olursa, köhnələrlə yox, təzələri, gəncləri qorxudurlar ki, oraya gedəcəksənsə sənə vəzifə olmayacaq. Heç yerdə işləyə bilməyəcəksən. Yüksək qiymətlə deyək ki, o dövlət imtahanından keçən, dövlət qulluğu imtahanından keçən adamları müsahibə ilə biləndə ki, müxalifətçi uşaqdır, onu kənarlaşdırırlar. Ölkədə qorxu hissi yaradıblar, qorxu mühiti yaradıblar. Olmamalıdır. Bu ölkə hamımızındır, bu vətən hamımızındır. Bu vətəndə yaşamaq imkanı yaradılmalıdır insanlara. İnsanlar həqiqətən də ağır vəziyyətdədirlər. İndi misallar deyərlər ki, bir dənə misaldır da. Nə qədər misal olar? Evdən çıxıb metroya gələnə qədər yol üzərində təqribən mən hər gün 1 kilometr, 200 metr yol gəlirəm. Ən azı 10 nəfər dilənçi görürəm. Müxtəlif, əllərində müxtəlif şeylər tutub bunu al deyən dilənçilər görürəm. Yaxşı, niyə bu belə olmalıdır? Niyə Azərbaycanda fərz eləyək ki, deyirik ki, biz beynəlxalq xartiyaya qoşulmuşuq, sosial xartiyaya qoşulmuşuq. Həmən xartiyaya qoşulduğumuza görə bizdə minimum əmək haqqı 500 manatdan aşağı olmalıdır. Niyə 350 manatdır? 350 manata o hakimiyyətdə olan adamlar bir dənə nahar yeyə bilirlərmi? Və niyə xalqı fikirləşmirlər? Gülah bəy, bəlkə həm də adamlar ona görə sizin yanınızda deyil ki, siz həmin o sadə xalqı, sadə cəmaatı öz həqiqətlərinizə inandıra bilmirsiniz. Yəni, öz günahınızı da boynunuza alın da bir növ. Xalqa sadə həqiqətləri anlatmaq üçün müxtəlif metodlar var. Metodlardan biri kütləvi informasiya vasitələridir, televiziyalardır, kütləvi mitinqlərdir, aksiyalardır. Nə aksiya keçirməyə imkan vermirlər? Heç bir halda icazə vermirlər. Nə bizi televiziyara buraxmırlar. Azərbaycan televiziyaları, hər kəs o televiziyaya gedə bilər, təkcə müxalifət partiyası, Müsavat Partiyasının üzvü gedə bilməz. Sonra, nə dedik, müstəqil qəzet yoxdur, müstəqil informasiya vasitələri yoxdur. Hər şey hakimiyyətin nəzarəti altındadır. Az-çox nəzarətdən kənarda olan bu internet TV-lərdir və onların da... YouTube platformasında fəaliyyət göstərən kanallar. Bəli. YouTube platformasında fəaliyyət göstərən kanallar. Onlarda da tam şəkildə müstəqillik yoxdur. Yəni, mən bu yaxınlara qədər, bir keçən ilə qədər məni bir kanal tez-tez çağırırdı, hətta da bir dəfə çağırırdı və sonradan isə tamamilə əlaqəni kəsdilər. Çünki onların istəmədiyi bir cümləni işlətmişdim orada. Yəni, qara siyahıya düşdünüz. Bəli.
Həqiqəti demişdim. İndi burada demək istəmirəm, sonra siz də qara siyahıya salırlar. Mənə maraqlı gəldi. Hər halda